Vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bu günlərim Murov Qartalı kapitan Pənov Əkbər Bəyləroğlunun cənnətdəki doğum günü qeyd olunur. Şəhidimiz yaşasaydı 36 yaş olacaqdı. Şəhidimizin ailə üzvlərinə, atasına, anasına, övladlarına, xanımına başsağlığı verirəm. Vətən sağ olsun. Mən kapitan Pənov Əkbərin anası Mayqana. Bu gün mənim balamın cənnətdə 36 yaş tamam oldu. 30 illik torpağı 30 yaşında Əkbər anaları aldı deyirəm həmişə. Bu hərbi yolunu seçdi. Çox mülayim, çox mədəni, çox hörmətçil. Elə bil 30 illik torpağa hazır idi ki, nə vaxtsa müharibə qalxacaqdı, bu müharibəyə hazır idi. Çox özünün işi üzrə, işinin üstündə dayanmağını bacarırdı. Hərbi yolu düzdür, çətindir. Oxudu, kapitan rütbəsini aldı. 28 yaşında kapitan rütbəsini aldı. 30 illik torpağı alan oğullardan biri oldu. Tarix yazdı, tarixə düşdü. Ana vətən deyib getdi. Anadan üstün vətəni seçdi. Beləncə oğullar biz anaları, bacıları qorudu. Cəmi şəhidlərin anasıyam mən. Əkbərimdən seçmirəm. Əkbərin atası da hərbiçi olub. Birinci Qarabağ müharibəsini döyüşüb, veterandır. Hal-hazırda Əkbər həmişə atasının patinkasını geyinərdi, başının papağını qoyardı ki, mən də atam kimi patinka geyinmişəm. Düzdür. Döyüş yolu Murov dağından keçdi. Çox çətin oldu mənim üçün. Əkbər orada yaralanıb. Əkbərin irəli getməyi Kəlbəcəri keçdi. Əkbər yaralı Kəlbəcəri keçdi. Kəlbəcərə keçdi, getdi. Hələ Kəlbəcər alınmamışdı. Bu öldü var, döndü, yoxdur dedi. İrəli getdi. Çalışdığı qədər irəli getdi. Nə deyə bilərəm? Çoxdur bunların. Hansı medallar var? Əkbərin medalları Vətən uğrunda medal, Kəlbəcər uğrunda medal. Bir də Rəşadət ordeni var, bəli. Əkbərə küçə adı da verildi. Sağ olsun bizim Xətai rayon icra hakimiyyətini, Rafiq müəllim, onun ətrafında olan məmurlar bizi təsəlli olaraq abidəsi qoyulub, böyük yaşıllıq salıblar həyətimizdə. Orada belə axşam-axşam baxıram ki, saat 12-yi də keçsə belə işıqlı bir yerdir. Oynayır uşaqlar, böyüklər, kiçiklər, yaşlılar. Belə mən də balkondan baxanda deyirəm ki, can balam, görsən nələr yaratdırmısan. Oranın remont olmasında mən yuxuma girdi. Blokumuzun ağzında, biz İzdaniya binada yaşayırıq, 8-ci etajda. Blokumuzun ağzında yuxuma girdi. Hərbi paltarına bir gözəl hündürboy, onsuz da özü uca boy bir oğul idi. Mən onun geyiminlə fəxr eləyirdim. Hərbi paltarı ona çox gözəl yaraşırdı. Onun elə gözəlliyi də deyir, Allah gözəllərə aparır. Ala gözlü bir oğul idi mən. O yuxuma girdi, gülə-gülə dedi ki, blokun ağzında, siz buraları nə yaxşı düzəltdirmişsiniz. Gülə-gülə dedim buna. O deyirlər ki, ruh düzdür, mən inanıram. Mən inanıram ki, bu saatda Əkbərin ruhu göylərdən bizə baxır. Çox əminəm buna, ona görə rahatam. Arxayınam ki, belə bir oğlun anasıyam. Fəxri qürurlu oğlun anasıyam. Təsəlli ondan götürürəm. Deyirlər ki, həmişə bizə sual verirlər, səbr eləyin, dözüm eləyin. Ana ürəyidir. Ağlayanda ağlayırıq, güləndə gülürük. Amma valla bu həyatda elə bil ki, ölü kimi yaşayırıq. Valla itkisi. Hərdən düşünürəm ki, Əkbərim,
Sən 17 yaşından evdən çıxdın, akademiya oxudun. Mən səni doyunca görə bilmədim. Onun körpə balalarını özüm böyütdüm. Ancaq Əkbər 5 il Lənkəranda işlədi. Təyanətini oraya vermişdilər. 5 ildən sonra Cənub bölgəsindən keçdi. Qarabağ zonasında orada işlədi. Əkbərin Şəmkirdə işləyirdi, müharibəyə qalxıb oradan gedəndə. Həmişə uşağını balaca yədilər, körpə idilər. Mən saxlayanda, mənziliyyət götürüb gələndə deyirdi ki, bunlar nə tez böyüdü. Belə baxırdı, birində gələndə qapıdan, mən də ana ürəyidir, istədim tez üstünə. Baxdım uşağı balaları məndən qabaq keçdi, əyildi balalarını qucağına aldı, öpdü. Öpdü, görüşdü. Sonra mənlə görüşənə dedim, Əkbərim, görürsən, bala necə şirindir. İndi mən də səndən qoy görüşüm, qucaqlaşaq. Sənə balaların elə şirindir, sənə mənə elə şirinsən. Mən onu əzizləyirdim həmişə. Əziz yeməklərini pişirirdim. Axır vaxtları nəsə heç demədi ki, bu yeməyi istəyirəm. Mən bilirdim ki, onun yedikləri dolmadır, Gürcü xəngəlidir. Bizim yerimiz Gürcüstanlıdır. Əkbər 1 yaşından Bakı şəhərinə köçmüşük. Gürcü xəngəli çox sevərdi. Yarpaq dolması, salatı belə hazırlayardım. Axır vaxtları neçə illərdə müharibədən qabaq demədi ki, mən bu yeməkləri mən gəlirəm. Gülürdü, deyirdi ki, yolda yemişəm. Orada da yaxşı yeməklər verirlər. Yəqin elə mən indi düşünürəm ki, o elə istək yaratmırdı ki, sonra mən şəhid olsam, bunlar deyər ki, Əkbər deyirdi ki, mən bunu istəyirəm, onu istəyirəm, demirdi axır vaxtları. Ancaq biz bilirdik ki, o nə yeməkləri istəyir, onu hazırlayırdıq. Çox sözüm var Elvin bala danışmağa. Bunlar tarix yazdı, tarixə düşdü. Bunlar dastan oldu. Torpağı aldılar. Tək məni öldürüb dirildən odur ki, indi jurnalda var da, kitablarda çoxdur. Tək bu gün veriblər, Əkbərin bu gün 36 yaşı tamam oldu. 30 yaşında şəhid olub, 30 cənnətdə olan ad günün mübarək deyirəm, oğul. Mənə dedilər, niyə tort kəsmədin? Dedim, bilmirəm. Əlim gəlməzdi, mən tort alım, tort kəsdirim. Ürəyim pis olur. Ona görə mən tort alıb kəsdirmədim. Dedim, o sağlığında yanımda olmurdu. Hərbiçi idi, yanımda olmurdu. Bu yaxınlardan yuxuma girdi. Əkbər hər gələndə ayağının mazolunu masaj eləyirdim, kremləyirdim. Bu yaxınlarda o yuxu mənim yuxuma girdi ki, Əkbər gəlibdi. Oturub divana ayağını yığdı. Dedim, atası gildə oturub stolda yemək yeyirlər. Dedim, Əkbər, divanda ayağını niyə qatdadın, oturdun? Ayaqlarını uzat, mən sənin ayaqlarını masaj edeyim. Qəşəng ayaqlarını uzatdı, mən onun ayaqlarını yenə də masaj elədim. Nə bilim, çox çətindir bizim üçün, çox. Tarix yazan oğullardan oldular. Allah yerlərini cənnət eləsin, ruhlarını şad eləsin. Allah yanında onların məqamı ucadır. Düzdür, kiçə adı da verdilər, şükür. Yəqin ki, balaları böyüyəndə ataların döyüş yolunda öyrənəcəklər. Əkbərin döyüş yolu çox çətin döyüş yolu olub, Murov dağının zirvəsindən keçib Kəlbəcərə. Mən onu istəyərdim ki, Əkbər milli qəhrəman adlansın. Nədən ki, Kəlbəcər alınmadan Əkbər Murov dağının sağ qolundan yaralı. O da yuxuma girdi ki, Əkbər sağ qolundan yaralıdır. Mən onu açıq aydın gördüm yuxumda. Açıq aydın gördüm. Məndən gizlədirdilər ailəm. Məndən gizlədirdi ki, belə olduğunu bunlar bilirmiş. Ancaq mən bunu yuxuda gördüm. Məndən gizlətsələr də mən bunu yuxuda gördüm ki, doğrunda sağ qolu yoxdur Əkbərin. Sağ olun, var olun. Çox sağ olun. Allah yerlərini cənnət eləsin, şəhid balalarımız.